Mərkəzi Seçki Komissiyasının son qərarında nəzərə alsaq, onda seçkilərə nə az, nə çox, təxminən 2 ay vaxt qaldı. Yəni cəmsi 60 gün və bir neçə gündən sonra da namizədləri rəsmi qeydə alınması və təbliğat kampaniyasına start veriləcək. Müxalifət düşərgəsində isə hələ də itkin düşmüş vahid namizəd axtarışı davam edir. Bəri başdan deyim ki, son günlər baş verən proseslərə diqqət yetirdikdən sonra Rüstəm İbrahimbəyovda olan bacarıq və istedada heyran qalmışam. Məndən olsaydı bir yekə Oscar'da ona elə mən özüm də verərdim. Və bu arada tez-tez Rüstəm İbrahimbəyov siyasətçi deyil, getsin kinosunu çəksin deyənləri də qınamaq istərdim. Rüstəm müəllim siyasətçidir, özü də lap yekəsindən. Bir adam ki 20 ilin siyasətçilərinin başına kəndir keçirib, neçə aylardır ki arxasınca sürüyə bilir, onlarla məzələnir, onları dolaya bilir, ona siyasətçi deməməyə necə diliniz gəlir? Mən sadəcə bütün bu proseslərdə Rüstəmin lox yerinə qoyduğu müxaliflərə söz deməyə və ad qoymağa çəkinlik çəkirəm. İbrahimbəyov yalan danışmaqdan, bunların qulaqlarına lapış asmaqdan yoruldu, amma bunlar həmən bu yalanlara inanmaqdan yorulmadılar ki, yorulmadılar. Artıq neçənci dəfəsi belə itirilən filan tarixdə mütləq Bakıya gəlirəm mesajına nə qədər inanmaq olar axı? Sonuncu dəfəsə böyük kombinator bu sadəlöv ac hərfləri Tiflisə topladı. Özü də sahibi də erməni olan Vera Plus otelindən. Tiflisə yollanan bu hərf dəstəsi bu otel toplantısına utanmaz da Tiflis sammiti kimi dəbdəbəli bir ad da qoydu və onun 2 gün davam edəcəyini bəyan elədi. Bəs nə bilmişdiniz? Hər nə olmasa kişinin uşaqları sammit keçirdir axı. Amma sonunda məlum oldu ki, bu üzdəniraq sammit heç 6 saat da çəkməyib. Və bu toplantı Rüstəm İbrahimbəyov ümid bəsləyənləri sadəcə olaraq xəyal qırıqlığına uğratdı. Əvvəl ona görə ki, Milli Şuranın sədri və namizədi ölkəyə gəlməkdən faktiki olaraq imtina etdi. İkincisi ona görə ki, Rusiya vətəndaşlığından çıxmaqla bağlı ciddi əngəllərin mövcudluğunu etiraf etdi və ikili vətəndaşlığından dolayı prezidentliyə namizədliyinin Azərbaycanda qeydə alınmamaq ehtimalının reallığını faktiki olaraq boynuna aldı. Yəni əvvəllər məni Bakıya buraxmazlar deyən İbrahimbəyov bu dəfə bəhanə etdi ki, bəs o Bakıya gəlsə onu Bakıdan buraxmazlar. O isə Rusiya vətəndaşlığından çıxmaq üçün mütləq Moskvada olmalıdır. Bunun ardınca da ətrafına toplaşan hərflərə də bir sən ol vuraraq söz verib ki, bəs vətəndaşlıq məsələsini həll edəndən sonra Bakıya gəlməyən heç kişi deyil. Bundan sonra da onlara günorta adama bir xaçapuri, axşam yeməyinə isə bir boşqab gürcü xəngəli yedizdirib yola salıb Bakıya. Vəssalam, bu qədər bəsit. Bu məqamda mənim əsəblərim dözmür və istəyirəm bu müxalifət dəstəsindən soruşam ki, ay mən deyənlər, yaxşı bu Rüstəm kişi qocalıb 74 yaşı var, yəni hay-hay gedib vay-vay qalıb. İndi tutalım ki, bunun yadından çıxıb. Bəs sizin ağıl huşunuza nə gəlib ki, indiyə qədər bu vətəndaşlıq məsələsini gündəmə gətirib müzakirə eləməyibsiniz. Bu ağıl, bu fərasət, bu qabiliyyətlə hakimiyyətə gəlib bu xalqı idarə etmək istəyirsiniz. Nəysə, bu dəfə də İbrahimbəyov ac hərfləri Gürcü paytaxtında erməni otelində toplayıb bir xəngəl qonaqlığı verməklə yola verdi. Deyilənə görə gələn dəfə müxalifətin zirvə toplantısı Özbəkistanın paytaxtında olacaq və Rüstəm Əkə bu dəfə də onlara Özbək plovuna qonaq edəcək. Amma məndən şuradakı cənablara bir məsləhət. Taşkətdəki möhtəşəm zirvə toplantısında 2018-ci il üçün vahid namizədinizi təyin edib sonra qayıdın. Çünki sonra gec ola bilər. Bunu öz aranızdan seçə bilməyəcəyinizi hamı bilir. Amma bədəyaqda Azərbaycan əsilli Özbək müğənnisi Nəsibə Abdullayeva da heç də pis namizəd deyil ha. Azərbaycanda da kifayət qədər populyardır. Sən gəlməz oldun, Bəri gəl kimi mahnıları da çox gözəl oxuyur. Rüstəm müəllim isə bu dəfə də gələsi olmadı. Deyəsən gec də olsa 74 yaşlı qoca nəhayət ki anladı ki, Bakı artıq bir cənab şəhəridir və onu bu şəhərdə heç kəs gözləmir. Statın sonu.